Sual 94. Sual 94-ü necə həll edərik? Baxın, burada alkanların ümumi molekul formulu var, hansı ki 14N plus 2. Yəni, onunla yazmırıq. 14N plus 2-yə 12N qədər karbon var falan belə yazıb, çətinə salmırıq özümüzü. Nə edirik? Ən asant yolla gedirik. Baxın, 7,2 qram alkandır. 6 qram karbon var. Yəni ki, bunu mən belə yazıram da, 7,2 qramda nə qədər karbon var? 6 qram karbon. Burada nə qədər hidrogen var? 7,2 çıx 6 qədər. Yəni ki, 1,2 qədər qram qədər hidrogen var. Düzdür? Mən bunları nisbətən götürsəm, 6-nın 1,2-yədir. Bunları ixtisar edirəm, 1,2-yə nə qalır? 5-in 1-ə nisbət. Kimya formul və təhlükə üzrə hesablamalarda belə bir qaydamız var idi. Bunu bayaq sualda dedim. Nə edirdik? Verilən nisbəti bölürdük nisbə atom kütləsinə. Yəni 5 bölünmüş 12, o da böl 1 bölünmüş 1. Neçə eləyir? Eləyir elə 5 bölünmüş 12. Niyyətin ki, bu ixtisar edir. Yəni ki, karbon neçə imiş? Karbon 5 imiş, hidrogen 12. Formul nə olacaq? C5H12. Burada hansı formuldur? Y variantı. Bu qədər sadə.